Baxıram birinci sual. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın xarici kimi çevirən arasından katetləri 6 və 8 olan üçbucağın hipotenuzu C bərabərdir 10 olacaq. Çünki 6 və 8 olanda hipotenuz 10 olur. Xarici çəkimi çevirən radiusu da C-nin yarısına, yəni 5 olacaq. Onun yarısı 5. B bəndə. Baxıram ikinci, üçüncü suala. Düzbucaqlı üçbucağın katetlərin nisbəti 3 və 4-dür. Düzbucaqlı üçbucağın katetlərin nisbəti 3 və 4 isə bura 3K, bura 4K. Onda hipotenuz olacaq 5K. Xarici çəkimi çevirən radiusu 2,5-dir. Xarici çəkimi çevirən radiusu da 5K bölü 2. Hipotenuz 5K-dırsa, xarici çəkimi çevirən radiusu da 5K-nın yarısı. Yəni 2,5K-dır. Və bizə deyir ki, çevirən radiusu 2,5-dir. Yəni 2,5K bərabərdir 2,5'e. K da olur 1. Üçbucağın daxilinə çəkimi çevirən radiusunu tapın. K1 isə deməli üçbucağımızın katetləri 3, 4 və hipotenuz da 5-dir. K-nın yerinə 1 yazsa. Daxilinə çəkimi çevirən radiusu da katetlərin cəmindən hipotenuzu çıxıb 2-yə bölərik. Bu da 3 üstə gəl 4 çıx 5 böl 2. 7-dən 5 çıxanda 2, 2-ni 2-yə bölsək 1. Deməli olacaq Y bəndi. Baxıram 5-ci sual. Radiusu 5,5 olan çevrə daxilinə çəkilmiş düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Deməli, radiusu 5,5 olan çevrə daxilinə çəkilmiş. Çevrənin daxilinə düzbucaqlı üçbucaq çəkir. Deməli, çevrə xaricədir. Xarici çəkimi çevirən radiusu da hipotenuzun yarısıdır. Onda hipotenuzumuz 2-yə bərabərdir. Radius 5,5 isə 2 vur 5,5. O da bərabərdir. 11-i 2-yə vuranda olacaq. Daha doğrusu 5,5 2-yə vursaq eləyəcək 11. Və deməli bizim hipotenuzumuz oldu 11 C bəndi. Baxıram 6-cı suala. Bu 5-ci sual idi. 6-cı suala. Hipotenuzu 16 düzbucaqlı üçbucağın xarici çəkimi çevirən radiusunu tapın. Xarici çəkimi çevirən radiusu hipotenuzun yarısıdır. Yəni 16 bölü 2 olacaq 8 B bəndi. 7-ci suala baxıram. Bərabər yanlı düzbucaqlı üçbucağın kateti 7-ci sual. Bərabər yanlı düzbucaqlı üçbucaq çəkək. Kateti 10 kök 2-dir. 10 kök 2. Bərabər yanlı olduğundan digər katetdə 10 kök 2. Üçbucağın xarici çəkimi çevirən uzunluğunu tapın. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaq hipotenuz katetin kök 2 mislidir. Yəni hipotenuzumuz 10 kök 2 vur kök 2 olacaq. Bu da eləyəcək 20. Hipotenuz 20-dir. Üçbucağın xarici çəkimi çevirən uzunluğu isə birinci xarici çəkimi çevirən radiusunu tapaq. Radius hipotenuzun yarısıdır. Elədi 10. 10'dursa bizə deyək ki, üçbucağın xarici çəkimi çevirənin uzunluğunu tapın. C bərabərdir 2πr. O da bərabərdir 2 vur. P-nin yerinə qiymət verib də qiyməti yerinə yazırıq və radius da 10. Bu da eləyəcək 3,114 10-a vuranda 31,4 vur 2. Bu da eləyir 62,8. Yəni Y bəndi. Deyir ki, düzgün üçbucağın tərəfi 6 kök 3 olarsa, düzgün üçbucağın tərəfi 6 kök 3-dürsə, bu üçbucağın xarici çəkimi çevirən radiusunu tapın. Düzgün üçbucağın xarici çəkimi çevirən radiusu R bərabərdir A kök 3 böl üst üstünə hesablanır. Burada da tərəf 6 kök 3 isə 6 kök 3 vur kök 3 böl 3. Aha, bu da eləyəcək 6 vur 3 bölü 3. 3-dən ekstra gedir, qalır 6. Deməli, düzgün üçbucağın xarici çəkimi çevirənin radiusu 6 oldu və uzunluğunu istəyir. Uzunluğu da C bərabərdir 2πr. O da 2 vur P vur. R'in yerinə 6 yazsaq eləyəcək 12π. Baxıram 9-cu suala. Deyir düzbucaqlı üçbucaq çəkək birinci. Düzbucaqlı üçbucaq olsun ABC düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən A məsafədədir. Bu çevrənin mərkəzi olsun. Deyir ki, bu düzbucaq təpəsindən A məsafədədir. Yəni bu BO bərabərdir A məsafəsinə. Və çevrənin uzunluğunu tapın. Biz də çevrəsinin uzunluğunu istəyirik. Burada baxaq. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən A məsafədədir.
Belə bir xətlər çəkək. Deməli, bu və birini belə çəkək. Bunlar hər biri xətti pis çəkdim. Bu da perpendikulyardır, bu da perpendikulyardır. Bunların hər biri radiusdur, R-dir. Onda OK R-dirsə, OK bərabərdir. Burada bir F deyək. BF-ə. O da bərabərdir R-dir. Yəni burada R olur. Onda BOF düzbucaqlı üçbucaq yarandı. BOF düzbucaqlı üçbucağında BO-nun kvadratı bərabərdir. BF-in kvadratı üstə gəl OF-in kvadratına. Buradan da BO-muz A-dırsa, A-nın kvadratı bərabərdir. R kvadratı plus R kvadratı. A-nın kvadratı bərabərdir 2R kvadratı. A da bərabərdir kök 2R. A kök 2R. A kök 2R-dirsə, çevrənin uzunluğunu tapın deyir. Buradan da R tapsam, R bərabərdir A bölü kök 2-yə. Çevrənin uzunluğu da C bərabərdir 2 pi R-ə. Yəni 2 pi vurulsun, R-in yerinə də A bölü kök 2. O deyilir 2 pi A bölü kök 2. Və yaxud da sürət məxrəcinin qoşmasına vursaq, kök 2-yə vursaq olacaq kök 2